xoş gəlmisiniz. Vəziyyət necədir? Yaxşı. Baxıram, sizdə 24-cü gündür, hələ tökülmə başlamayıb. Bir kiçik sahələrdir. Arxa çox qəşəng sağlıqdır, sıxlıq öz yerindədir yenə. Heç bilinmir ki, buradan tükürür. Heç baxımsınız, demizlərdə çəkib göstərilərsə, arxa sıxdır. Çox görmüşəm özüm tez-tez. Baxıram. İndi bilirsiniz də, 5%-dən 95%-ə qədər, 100%-ə qədər tökülmə ola bilər. Yəni bu sizi qəti bir məhsus etməsin. Sonra normal halda hamısı çıxacaqdır. Baxın, görürsünüz, uzanır. Bu şok tökülmədir. Yəni köklər yerindədir, sadəcə üstü belə töküləcək, sonra təzədən normal şəkildə 3-cü ayında başlayacaq çıxmağa. Bu hissəyə əkim olmayıb, hissəli əkimdir. Biraz donor bölgəsi özünü bərpa eləsin. İndi Sərxan inşallah bir 6 aydan sonra yenə bizə yaxınlaşar. İstəsək bu hissədə davam eləyərik Sərxan. Yenə də dırnaqla olmaq olmaz, çimərdə dırnaq toxunmayın, hovuzdan yəni istifadə etmək olmaz.